Adı nedir? Başka Job döyüş. 2 dənədir. Biri Bir job. de Ay sağ ol. De görüm. work. Düzdür. Hansı sayılır, hansı sayılmır? Work. Work. Bax bilirsən. Work sözü. sayılmır. Ay sağ ol. İşlə job sayılır. Sayılır. Fermer. Farm. Farmer. Bax, Demədi, sən hə. yox de, nə Demə eləmiş? deyirəm. Cinayətçilərdən Məsəl deyirəm. Mövzular beləsi idi. Mən Məhəmməd Farmer. De görüm mühəndis, Mühendis. Engineer. engineer, Yox, Engineer. engineer. yazılışlar engineer, ofisant Hadi afisiyant. Hadi və Vayer. waiter. Waiter da vayer. Waiter yazılır. Vayer yazır. Yəni söndürən. Yani fichten. Mənə qulaq as. Birinci deginə, ondan sonra yazılır. Fighting. Firefighter. Firefighting. Fireman döyüldü. O da var, bu da var. Yazılsın de. Hadi fichten. Düzdür. Rəssam, Ressam nedir? Artist. artist. Yaxşı, elə olduğu kimi də yazılır. Təyyarəçi. Pilot. Pilot yazılır, deyilir. Nedir? Pilot. 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 Müğənni. Mühendis nedir? Başla. S. Nedir? Sinker. Düzdür. Singer. Singer, müğənni dedik. İnşa etmək, tikmək. İnşa etmecime karten. Construct. Construct. Elə yaz, construct yazılır, construct deyilir. Construct. Sonra sağlam. Sağlam. Help o da heyalet. Else. Hes o da help. Dəhşətli, qorxuducu. Ne? Dəhşətli, qorxuducu. Dəhşətli qorxuducu. Neydi? Adı neydi? Ting. Frighting. Nətə yazılır? Hadi fritenin. Yanlış. Teri bu. Firici Bu hütenin. dəhşətli döyüldü. Ona. Silah. Söz biraz deməyim. Dəhşətli. Silah. Ha. Silah. Neydi? Məktəbdə də keçmişim. Hayır. O məktəbdə oxumur axı, ona görə də bilməz. Neydi? Silah. Ha. Baxa bilirsən rahat. Baş. Q. Nə də mənim biləcəm. Cut. Yanlış. Cat. O da cut yazır. Yox. Qan. Qan o da cun yazır. Daşımaq, gəzdirmək. Daşımaq gəzdirmək. Daşımaq gəzdirmək. Siz bu sözlərə elə cavab verməlisiniz ki, mən ağzımdan çıxan kimi cavab fikirləşməli deyilsiniz. Çünki bu günlər belə cavab versənsə, bir həftədən sonra ümumiyyətlə yadından çıxacaq hamısı. Orada belə çıxır ki, öyrənməmiş olacaqsan da. Daşımaq gəzdirmək. Kəri. Nətə yazılır? Ayda mən Carırı. Mən də danışmaq. Yaxşı, uniforma. Uniform. Ha, uniform. Sağlamlıq. Nədir? Dedə bir dedi. Sağlamlıq. Health. Ay, sağ. Xəstə. Xəstə. Silk. Da Düzdür. silk. Cinayətkar. Cinayətkar. O da Cinayət. Cirmiya. Kriminal. Kriminal o da cirmiya. Kriminal. Qorxmaq. Qorxmaq. Bir nədir? Briefing. Frightening. Frighting. Frightening qorxuducudur. Bəs frightened. Frightened. Heyran edici. Nə mənim? Mənim yazılışım bilmirəm. Torba. Heyran edici. Ha. Heyran edici nədir? Amazing. Amazing. Nətə yazılır? Amazing. Yaxşı. Sıxılmaq, darıxmaq. Sıxılmaq, darıxmaq. Sıxılmaq, darıxmaq. Nədir? Bright. Be bored. Aysa, be bored. Maraqlanmaq. Nədir? Be interested in. Durmaq yuxudan. Durmaq yolda get up. Yedirilmək. Yedirmək feed. Ed yazılır. Nətə deyilir? Feed. Amma fet İnək. kökündən dəyişə bilir. İnək. Kökündən dəyişən feildir. Kov. Coda. Düzdür. Qoyuna qədər vermişdim. Yox, mən qoyuna gəl. Qoyuna Qoyuna şip. Nətə yazılır? Yaxşı, bəs qoyunlar nədir? Şifrəmə olduğu kimi qal. Bəli, olduğu kimi. olduğu kimi qalır. O qoyunlar olduğu kimi qalır. Düzdür? İnkişaf yoxdur. Yaxşı, Ayaz. De görüm mənə. Cinayətkar. Kriminal. Düzdür. Nətə yazılır?
Criminal. Qorxmaq. Qorxmaq. Be Fra- free. Fright. Frightened. Be frightened. Nətər yazılır? Be r i c h t n Ed. Yaxşı, təhlükəsiz. Təhlükəsiz, safe. Saf. Düzdür. Heyran edici. Heyran, amazing. Yazışı necə zəhmət olmasın səndə? İmtihan böyle yazar da. Sıxılmaq, darıxmaq. 7 şeydi yazar. Ona bir saat vaxt gedir. Sıxılmaq. İmtihan. Be bored. Bored. Yazılır bored deyilir. Maraqlanmaq. Be interesting. In. Yuxudan durmaq. Get up. Gedirtmək. Field. Field sahədir. Field. Field. Nətər yazılır? Field. Daha sağ. İnək. Field dedi. İnək. Cow. Nətər yazılır? Cow. Hərf-hərfdir. C-O-W. R yoxdur. C-O-W. Cov da W-ni. Qoyun. Şu. Nətər yazılır? Hərf-hərfdir. S-H-E-F. İş düzdür. İş. Ş hərfi yəni S-H ş səsini verir də. İş. Fermer. Famə. Fermer. Nətər yazılır? Farmer yazılır. Famə deyilir. O mühəndis. Mühəndis. Engineer. Nətər yazılır? N-G-N-S. E-R. Dedi. Energy. E-R. Afisant. Afisant. Wait. Nətər yazılır? Water. Waiter. Yanğın söndürən. Yanğın söndürən. Bəli. Fire. Fighter. Dedi. Fighter. Fighter. De görüm. Nətər yazılır? Uzundur. Fire yazılır fire. Fighter yazılır f-i-g-h-ter. Rəssam. Rəssam. Artist. Təyyarəçi. Ressamlar artistler ne yapar? Pilot. Düzdür. Sağ ol. Müğənni. Sneaker. Sneakers yox, singer. Singer. Yox, bir bounty. Nətər yazılır? S-I-N-G-R. Tikmək, inşa etmək. Tikmək. Construct. Nətər yazılır? John Strutt. Xəstə. Sinir. Sick. Nətər yazılır? Sınıcı. Yox, n yoxdur. Sneaker. N yoxdur deyirəm. S-I-C-K. Sağlamlıq. Health. Nətər yazılır? Ya, h. Aha. H-la. H-E-T-H. De görüm. T-H. Uniforma. O J-dır, o Y-dır. Yaxşı, daşımaq, gəzdirmək. Carry yazılır. Sağ ol, carry. Silah. Gun. Gun, dəhşətli, qorxuducu. Frighting. Nətər yazılır? N-G. Yaxşı təkərə. Sən də bilmədiyin sözlər. Hala baxsan. Sen sanmadın. Yazamam sen. Təbrik edirəm. De görüm mənə. İş. İş. Job. Yazı. Job. Fermer. Farmer. Mühəndis. Mühendis. Engineer. Afisant. Aksiyon. Waiter. Hansı sözlə mənə gəlir bilirsən? Waiter. Ha. Necə müəllim? Hansı sözdən əmələ gəlib? Aksiyon. Ağda.
Ha? Ağ sözü. Firefighter. O white, yo, waiter sözü. Wait, ağzıdan gözləməkdə. Gözləməkdən mənə gəlib də. Ofisant gözləyir axı. O waited, sən dediyin ağ. Waited yazdı. Bu white'dir. Yanğı söndürən. Firefighter. Fire, vücühtü. Rəssam. Rəssam. Artist. Elə eyni şey var. Düzdür. Təyyarəçi. Təyyarəçi, pilot, pilot. Müğənni. Mühendis, singer demek. İnşa etmək, tikmək. Construction, Jones, Trucu. O tikmək. Construction tikinti deməkdir. Xəstə. Xəstə, sizi. Düzdür. Sağlamlıq. Sağlam herisi, heyaltı. Düzdür, malıyız. Uniforma. Uniforma. Düzdür. Daşımaq. Daşımaq, kəri, carı. Düzdür. Silah. Silah, qan, gün. Düzdür. Dəhşətli, qorxuducu. Fighting, Aha. firici, eti-ini-ni-ci. Nə deyirsən, axırı? Cinayətkar. Ne zaman? Cinayətkar. Kriminal, criminal. Düzdür. Qorxmaq. Qorxmaq, bibol. Yanlış. Qorxmaq, ay, frightened. Bir frightened. 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 Nəsə yazılır? B, firici, Tenet. Təhlükəsiz. Ne Yaxşı, zaman? təhlükəsiz. Safe, sabi. Heyran edici. Heyran edici, amazing. Sıxılmaq, darıxmaq. Sıxılmaq, bu edir. Bored. Maraqlanmaq. Maraqlanmaq, interesting in. Necə deyirsən, mən kitablarından maraqlanıram. Mən maraqlı kitablarından maraqlanıram. Mən maraqlanıram. Mən maraqlı kitablarla maraqlanıram. Ha. Demək ki, mən maraqlı kitablarla maraqlanıram. İndi mən I interesting. Aysa. Orada prosta B-də var axı. B-nin formaları harda qalır? I am Interested in interesting books. Interesting books. I am interested in interesting books. Mən maraqlı kitablarına maraqlanıram. Sonra deyirəm mən yuxudan durmaq. Yoxdan. Oz var. Durmaq, oyanmaq da. Get Get up. asal. Yedirmək. Fed. İnək. İnək, kavu, zov yazır. W. Qoyun. Qoyun, şip, Malades. Düzdür. Səkinə ver kitabı. İkinci gün hamıda kitab olsun. Yaxşı, deyirəm mənə. Hardan hara öyrənmisən? Yazmaqdan aşağı. İcrimci ilə ən zəngin. Bildim. Nə deməkdir ən zəngin? Ən zəngin riches. Riches. Əmin. Əmin şua. Sure. Xatırlamaq. Remember. Düzdür. Təxmin etmək, təxmin. Guess. Guess. St yoxdur. Güəssiz və salam. Diqqətli. Diqqətlə. Diqqətlə. K. Carefully. Aysa. Carefully. Y. Kraliça. Queen. Queen. Düzdür. Rəssam. Artist. Artist. Düzdür. Roman. Novel. Novel yazır. Düzdür. Rekord qırmaq. Rekord qırmaq. Break. Break. Rekord. Break. Rekord. Düzdür. Zirvə. Zirvə. Top. Top. Düzdür. Malı məli. Malım su. Yox. Qatə. Qatə. Şeydir. Mən getməliyəm, necə deyəsən? Mən getməliyəm. I gotta go. I gotta Go. go. I gotta go deyirlər onlar. I gotta go. Amerikanlıların danışığıdır. Deyir mən, daban, pəncə. Davam sure. Soul. Nə yazılır? Sole. Sole. Sonra təşkilat. Organization. Təşkilat qurmaqda yazılışını deyim mən. Organ. İzasyon. Organizasyon. Start and organization. Düzdür. Daha sonra Later yazılır. lat R. Sonra ən gənc. Youngest. Bu hansı sifətin dərəcəsidir? Sifətin hansı dərəcəsidir? Üstünlük. Bəli, bəlkə daha cavan necə deyərsən? Daha cavan. Bəli. Mən younger. R. Younger deməli. Younger. Younger.
Aysa axırına yazacaqsan. Er. Bu hansı dərəcədir? Müqayisə. 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 Daha müqayisədir, ən üstünlükdür. Cavan isə adidir. Mən üstünlük dərəcədə youngest olur. Ha. Ya da ki, Acı olan tutuyan gəl. bəli. Nə olsun? Deyirəm mən kasıb. Por. Por. Nə yazılır? Por. Bu o orada. Doğru. Oyandı yuxudan keçmiş. Getap. Getap indiki qotab. Qotapda. Qorxulan da olur. Ay, qutab yox ey, Yaqub. Demədim. Ha. Verdi keçmiş zamanda. Nə demək keçmiş zamanda verdi? Verdik. Ha. Bir- Vermək də yəni. Geyiv. Bəli, geyiv. Nə yazılırdı? Cavə. Cavab. Yaxşı, almaq. Almaq. Bu Bu. bot. Bot. Nə yazılır? Bu o. U, C, H, T. Bu, C, H, T. Bu hansı feilin keçmişidir? Mənim. Həmin bu dediyimiz. Ha, hansı feilin keçmişidir? Bayın da, buy. Bay bot. Bot. Bay, bot. Sonra sındırmaq. Break. Break. Düzdür. Sındırdı keçmişi. Break. Broke. Mən break hansı? Bırak ya. Break diyor. Break. Break. Bread çörəkdir, broke'dur. Yazmaq. İkinci Break. forması. Ha? Yazmaq. Wrote. Wrote yazılır. Wrote. Əvvəllər yaxşı təkrarla. Ha. Bir kitabı təkrarlasın sən cavab. Ən zəngi. Riches. Riches. Əslində o sən qabağında Z olmalı. Prosta artikelləri yazmırlar da. Z olmalı. Çünki demək ki, sifət üçün rəzəsi. Z ya Z ya da Məsələn, necə deyərsən, mənim ən zəngin dostum. mənim Ah. my friends. Yo, mənim ən zəngin my the richest. Deyə belə bir şey deyirəm, aydınıza qalsın. Yiyəlikdən sonra və yiyəlik əvəzliyindən sonra artikel düşür. Nə dedim? Article düşürsə, article onda düşür. My richest friends. Aysa. İndi orada yiyəlik əvəzliyindən sonra dedik ki və yiyəlik hal bildirəndən sonra. Yadda qaldı nə dedim mən uşaqlar? Bəli, yəni çabuk sonra article düşür. Yəni apostrof S-dən sonra. Məsələn, necə Tomun ən zəngin dostu. Tom's apostrof S-də. Aha. Richest friends. Bəs necə desən ki, Tom ən zəngin dostdur. Tom is rich. Burada jiz yeni verir. Çünki Tomun demədim axı. Tom is the richest friends. Friend. Friends deyəməsən Tom bir dənədir. Bəli. Əmin. Əmin sorry. Xatırlamaq. Remember. Təxmin etsə hesab etmək. Təxmin etmək. Guess. 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 Diqqətlə. Carefully. Kraliça. Queen. Aysa, rəssam. Artist. Roman. Novel. Rekord qırmaq. Breaks the record. Break. Break rezon. Zirvə. Top. Malı məli. Jotter. İndi belə bir şey var. Əgər T hərfinin tərəf üstə, T hərfinin həm sağı, həm də solu ingilislər adətən eləyir də, sait olarsa, o T hərfi yumuşalır olur R. Necə? Qara. Qora. Və T hərfinin həm sağı, həm də solu saitdirsə, R olur, tərəf yumuşalır. üstə, bəli, aqarago getməm gərək. Aydın oldu T hərfinin. Məsəl üçün, writing var, writing. Write, R-A-I-T-dır da, T-I. Görsən, hər iki tərəfdə I varsa, writing deyirlər olar adətən. Writing. I'm writing. Sonra, de görün mənə, təşkilat. Organization. Organizasyon. Organizasyon. Daban pəncə. Soul.
Sorry. Təşkilat qurmaq. Start Start. an organization. O düz, ən gənc. Youngest. Daha sonra. Later. Kasıb. Poor. Yuxudan duru keçmiş zamanda. Get up, got up. Bəli. Vermək. Give. Bir de Keçmiş. gave. Bəli. Give. Gavi. Almağın keçmişi. Buy, bought. Düzdür. Sındırmaq. Break. Sındırdı keçmişi. Broke. Düz. Broke. Yazmağı da ki bilirsən. Write. Keçmişi. Wrote. Yazdıq. Written. Yazdışıq. Wrote. 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 Okay, de gör Məhəmməd. Öyrənmisən? Niyə öyrənmisən ki Məhəmməd? Tez gəl. De görüm mənə. Dəhşətli qorxuducu. Bibo. Bəli, tamamilə təpənaqdır. Korkulu. Qorxuducu. Qorxuducu da. Bir fright. Bəli. Frightened. Frightened, qorxmuşdu. Frightened, qorxuducudur. İnci cansızlara. Cansızlara. Silah. Silah cumca. Qandır, qan. Danışmaq. Danışma. Daşımaq. Daşıma. Amazing. Yok. Aa, Amazing. Ay yok. Carry. Carry. Nəsə yazılır? Zarri. Hələ ki düzəməli cavab vermirsən. Uniforma. Uniform. Sağlamlıq. Healthy. Healthy. Yox, health. Healthy. Health. Xəstə. Xəstə. Siltiksik. İnşa etmək, tikmək. Kanıs. Ha, construct. Nəsə yazılır? Construction. John Sturge. Müğənni. Müğənni singer and sing. Yok. Bir yazılışını deginən. Sinci. R. Er. Sağ ol. Təyyarəçi. Təyyarə pilot. Yanğı söndürən. Yanı söndürən firefight. Firefighter. Aha. Firefight. Sonra Firefighter. Sonra rəssam. rəssam artist. Ofisiyant. Assistent waiter. Waiter. Mühəndis. Mühendis. Engineer. Engineer. Eynə yazılır elə. Engineer. Nəsə yazılır? Engineer. 2 dənə E. Ben. Sonra fermer. Farmer. Farmer. Nəsə yazılır? Öyle farmer. 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 İş. İş. Job. Job. Öyle job. Nətər yazılır? Başqa nə iş var? İş. Work. Əsər mənası. Əsər mənası da var onun. Əsər kimi sayılır, iş kimi sayılmır. Cinayətkar. Kriminal. Qorxmaq. Korkma bir Tındı. bir frightened bir Mən deyəmir bu bədbəxtə. Təhlükəsiz. Təhlükəsiz safe saf. Saf yox. Saf. Saf. Safe. Heyran edici. Heyran edici. Müəllim, bu sözləri soruşacaqsınız. Bəli. Müəllim o demişdi düzən oxuyur. Amazing. Bəli. Amazing. Amaz incə. Sıxılmaq, darıxmaq. Bir borun. Borun yox. Bor ed. Bir boret. Bu ed yazmıyor. Bu. Əvvəl bilsin sənin kitabı səhv yazıblar da. Bir boret. Bir bor edir. Bir bor. Nəsə yazılır? Bir boret. Bəs bu borun dedin. O nədir? Borc almak. Tamamilə səhvdir. Bir bor. Bir borun. Bir borun. Bir bor. Sıkılmak. Borc. Bəli, tamamilə səhvdir. Səhvdir. Nə dediniz müəllim? Bir də deyin. Bir borun. Bir borun da mən. Nədir də? Sıxılmış. I was born in Baku in 1993. Yarama. I was born. Borun. Mən anadan anadan olaq. Born da, I was born demirsən. Neçə mən. Həvədən bor. Anadan olmaq. Həvədən mənim bor etdirsiniz. Born. Sonra maraqlanmaq. Bir interested. In axırda bəli. Yuxudan durmaq, oyanmaq. Yuxudan durmak. Get up, get up. Yedizdirmək. Yetiştirmek. Feel, Lı yazılmır. İçində də dı yazılır. Fit Deyilir. de böyle. Nətər oldu, deyirəm. Fit.
F-E-D yazılır. Ay, sağ ol. Fet de deyilir. Fit deyilir. Fit keçmişində deyilir. Eynək. Eynək. İnək. Zov, kov. Bəs qoyun. Şip, sıhı. Bəs qoyunlar nədir? Şip deyilər. Şip Göçmən. demək. Balıqlar nədir? Balıqlar fiş. Şipdən fiş demək. Fiş. Mən də birini çaşıb balığa şip verdim. De gör mənə, cinayətkar, Kriminal. Zirminal. qorxmaq. Qorxmaq bir fire'dir. Olmadı. Fire'dir. Fire deyil. Free'dir. Frightened. Frightened. Yazışım bilirsən. Free'dir. Yo, F-R-I C, C-H tenet. Deyəmirəm müəlliməm. Öyrən onu. Təhlükəsiz, Safe, safi, elan edici. amazing, amazing. Sıxılmaq, darıxmaq. Sıxmaq, be bored. Düzdür, maraqlanmaq, Maraqlanmaq, be interested in. yuxulandırmaq, oyanmaq. Get up, get up yazılır. Düzdür, yedizdirmək. Yedizmək, fit, F-E-D yazılır. Fitdə deyilir. İnək. İnək, cow. Sheep. C, O, V da. Z-O-V, Ş-E-E-P. Sheep. Ş, E, P. Ş-H-E-E-P. Ş yoxdur, S da o. S-H-E-E-P. Yaxşı, yaxşı. Ay bala. Bəs şip nədir, şip? Sheep cəmi. Ha, ona tər yazılır. Mənim şip gəmir. S-H-E-P. Yox, İP. Şiplə yanında qoyulur. Mənə qulaq as, yazışlarında fərq var, amma deyişlərində də fərq var. Orada şipdə i'ni uzadırsan biraz, amma gəmidə uzadırsan. Elə bir baş şip deyirsən. Şip. Şip isə şip, biraz uzadırsan i'ni, olur qoyun. Qoyun yazışı olur S-H-E-P. Bu isə S-H-İp. İyi yazılır. Ha, iki dənə e'nin yerinə bir dənə i qoyurlar, olur gəmi. Deyir mən iş. Job, work. Job da var. Ha, work'un başqa mənası nə idi? Work, əsər, Ha, fermer, farmer. Farmer. mühəndis, Engineer, N-C, İ. N-E-R. afisant, Asyant, waiter. Waiter. Nə yazılır? V-A-I-T-E. Artikelın da mənası var idi. Məqalə. Sonra Firefighter. firefighter. O nə yazılır? F-I-R-E. C. F-I-H-T-E. Sonra rəssam, Rəssam, artist. təyyarəçi. Dərəcə, pilot, pilot. Sonra müğənni, Singer. inşa etmək, tikmək. Construction, genre. Bax, construction deyirsən, o tikintidir. Construct. Asıl. Construct. Nə tər yazılır? Construct. Tır, U, C, T. Construct. Xəstə. Xəstə, S-I-K. Nə tər yazılır? S-I-C-K. Sağlam. Sağlam, health. Nə tər yazılır? H-E-L-T. Yox, olmadı. Health. H-E-L-T. Uniforma, Uniform. daşımaq. Nə? Daşımaq. Carry. C-A-R-R-Y. Silah. Silah, gun, gun. Gün yazılır. Bəs dəhşətli qorxuducu. Fire. Frightened. Mən də ona ancaq fire deyirəm. Frightened qorxmuş. Frightened qorxuducu. Əzəm müəllim öyrənmisiniz? Haradan hara öyrənmisiniz? Liseydə müəllim yenə də. Yaxşıdır. Hə? Eyb yoxdur, eyb yoxdur. Əsas odur ki, düzgün cavab ver. Hə, de görüm mənə əzə. İnəyə qədər öyrənmisən, düzdür? Yox, qoyun. Qoyun. Nədir qoyun? Ş-E-E-P. S S-H-E-E-P. yazılır. Bəli. Deyilir. Şip. Ay sağ ol. İnək. İnək, K-O-V. Kov. W var. Bəs yazılır. Hə, bəli. Bəs nətər yazılır? K ilə yox, C. C-O-V. Yedizdirmək Yedirtmək, F-E-E-D. yazılır. F yazılır. Deyilir. Malades. Hadi yandı. Oyanmaq, Oyanmaq. durmaq. Get up. Get up, bəli. Nətər yazılır? G-E-E-T. Yox, bir dənə E. Get up. Get up. Up. Up, get up. Maraqlanmaq. Maraqlanmaq. Be friendly. Danışmırıq. Be Be interesting. interested in. Be interesting in. Bir də be. Elə be interesting. Elə yazıda deyilir. Sıxılmaq, darıxmaq. Sıxılmaq, darıxmaq. Sıxılmaq, darıxmaq. Be. Yox. Be Be bored.
Bir board nətə yazılır? Bu. E. E. Bu E olmadı. Bu E B-dir. B. Danışmır. B. Bəs bu E ay bala B-dir. Bəs. Və board nətə yazılır? Board müəllim arxasına iter. Aha, de görüm. Bu o R E'dir. Ay sağ ol. Heyran edici. Heyran edici. Heyran edici. Amazing. Düzdür yazılışı. Orada da amazing. Ya hərf yazılışın. M. A mı? Bax ingilislərdə ə, ş, zad yoxdur, ö yoxdur. A M E Z İ N G. Amazing, yaxşı. Təhlükəsiz. Kəlçəsiz. Sınıf başlayır. Hə. Sleeve. Bax biz ora pul qoyuruq təhlükəsiz yerə. Danışmırıq. Hara qoyuruq pulu? Təhlükəsiz yer. Save. Ay sağ ol. Seyfə pul qoymursan? Pulu seyfə qoyuram, seyfə qoymuram. Hədə seyfə pul qoymuruq. Save. Pulu seyfə qoy. S E. Yanlış. Shell. Yanlış. S, Allah hakkı değil mi? S, A, F. Safe. Şafe. Safe. Şafe. Şu yoxsa. Şafe. Düz demə yazılır, deyilir seyf. Yaxşı, qorxmaq Korkmak get up. o yuxudan Yox. durmaqdır. Korkmak neydi? Be Be friendly. frightened. Be frightened. Bir de be friend. Free tenet. Çətin söz. Cinayətkar. Cinayətkar Ay sağ ol, yazılır. k K-nı yox, C. criminal. Ay sağ ol, cırmana yox. Bu dəfə yaxşı idi. Bax görsən, az öyrən, amma saz öyrən. Bax, zərfi keçmişdik, düzdür. Mənim centilmen nədir ingiliscə? Centilmen elə ali cənab. Centilmen alicənab nədir? Yəni, Müəllim ingiliscə. yəni mülayim insan. İngilis dilində nə deməkdir? Gentleman da. Gentleman də ingilis sözüdür da. Gentle mülayim, gentle yazılır. Yumşaq mülayim, məndə kişi. Yəni yumşaq kişi, mülayim kişi o mənada, ali cənab mənasında. Nədir müəllim? Xasiyyət olaraq. Zərf necə düzəlir? Zərf nədir ümumiyyətlə? Adverb. 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 Necə düzəlir? Mənim nədir? Sifətdən düzəlir, feildən düzəlir. Halal olsun. Heç nə başa Mənə qulaq as. Düzəlmə qaydası necədir? Mənim hərəkət düzəlir. Qayda olaraq. Bir şəkilçi məkilçi sənə tanış gəlmir, yəni axırdan isə görəndə. Nədir? Tıyı. Səhv. Mən lıyım. L-y. L-y, tıyı nədir? L-y. Bu L-y, L-y deyirlər də ona yəni əslində L-y deyirlər, prosta biz daha yaxşı başa düşməyimizdən ötürü Mən o da quickdir, quickly. quickly deməkdir. Bax bu Happy. bu həmişə L-y, həmişə zərf deyil. Elə vaxt o ki sifət də ola bilər. Sifətdən düzəlir, feildən zərf gəlir. Feildən zərf gəlir deyil. Feildən sonra gəlir. Amma ismin əvvəlində gələndə sifət olur. Nə dedim? Mənim nədir? Sifətin əvvəlində gələrsə. İsmin əvvəlində gəlir. İsmin əvvəlində gələrsə feildən sifət düzəlir. Ya sifətdən isim Sifət olur. düzəlir. Bax bir söz, hansısa bir söz. Bax məsələn sənə deyim ki, Məsələn, yellow. Body. bax bura. Deyirəm ki, hansısa bir isimdir. Bax demədim isimdən əvvəl. Book. Bax bura. Train, qatar. Əgər bunun qabağında quick sözü gələrsə, hər hansısa bir söz isimdən əvvəl gələrsə, o Quickly sifətdir. Sifət olur. İsim, yox, sifətə qabağında isim. quickly sifətdir deyir. Sən bir bax gör nə danışırsan da bala. Quickly sürətli, sürətli səsər. Hər zərə kəsər. Okey. Ay. Mənə qulaq as. Sürətli bizim öz dilimizdə həm sifəti olur, həm zərfi olur. Amma onlarda sürətli iki cür yazılır. Biri var quick yazılır. Bir də quick, bir də quick. İkisi də sürətlidir. Amma biri sifətli, biri zərfdir. Orada baxırsan harda işlənir. Əgər ismin qabağında işlənirsə, sifəti olur. Bir sözdür, mənə qulağa sonra danışarsan. Onsuz nə deyirsən, hamısı səhv deyirsən. Əgər ismin qabağında işlənərsə, sifəti olur. Feildən sonra gələrsə, zərf olur. Bax indi. I run. Mən qaçıram sürətli şəkildə. Hamıra baxsın. Burada feildən sonra gəlir. Burada feildən sonra gəlibsə, bunun axırında mütləq şəkildə nə olmalıdır? L-y. Yox, əgər ismin qabağında işlənirsə, orada ly olmur və bu sifət kimi. Amma bütün sözlərimiz ly qəbul eləmirdi. Məsələn, hansı ly qəbul eləmirdi? Bütün sifətlər ly qəbul eləmirdi. Good.
Good, bəli. O goodly sözü yoxdur. Olurdu will. Vel gələrsə, nədir, feildən zərf düzəldirdi. Feildən zərf düzəlmir. Ya feil olur da. Feil olmur. Feildən sonra gəlsə zərf. Feildən sonra gəlir və zərf olur. Aşağıdakı müəllimlərdə quickly. Mənim məsələn Zərf, good, axırda mənim good, goodun qabağında gəlib ki feil. Zero. Onda zərf. Necə? Mənim burada vel gələrsə, goodun qabağında, bu ancaq zərf olur. Bax deyirsən ki, Mən məsələn qudun çaldım, danışma. üçün Qudun qabağında vel gələrsə. Qudun qabağında vel gəlsin. Qud qabağında vel gəldi. Qabağında yox. Ha. Yox, onun qabağında mənim. Ha, bunun qabağında yaxşı. Belə deyirsən. Good vel deyirsən də, hə, belə deyirsən. Ha, danışma, görək də başa düşsün də. Mənə qulaq as. Burada good vel nədir ki? İkisi də eyni sözdür də. Bəli. İkisi də eyni sözdür. Səncə o zərf olmuş. Prosta. Onu çək. Gooddan sonra bu nədir? Good sifətli zərfdir. Good yaxşıdır. Qaq yaxşı sifətdir mən. Vel nədir yaxşı? Ve Danışma. ve isim. Demə. Zərf. Tərcümə. Yaxşı şəkildə. Yaxşıdır, düzdür, yaxşı şəkildə, yaxşı. Mənə görə ikisi də bu eyni sözdür. Burası bu zərf. Bunu sən gətirib qoya bilməzsən bura. Bax bura. Boy, vel boy deyə bilməzsən. Niyə görə? Çünki bu nədir? Zərfdir. Zərfin yeri haradır? Feildən sonra. Bir dənə feil gəlsin, ondan sonra bu gəlsin. Bu vel. Yoxsa Read vel. bunu sən gətirib ismin qabağında verə bilməzsən. Bunu çıxmalısan, hə, bunu verməlisən bunun qabağına. Onda Marke gətir, hanı? Marşal. Gizlədir ki bu. O, yaxşı. Gəl, ver bura. Hə. Başqa hansı zərfimiz, sifətimiz elvay qəbul eləmirdi? Ayaz. Fiş nədir? Fişdir. Fiş balığıdır. mən deyim. Fastla hard. Har əslində qəbul edir, amma siz hələlik elə qəbul edir. Har əslində qəbul edir zərf. Hardly olur. Olur. Oradakı Olur, amma səhlə. nota bərabərdir da orada. Not. Mən runner gəlsə də. Run gəlsin. Məsələn, bax deyirsən ki, biri var deyirsən ki, I run. Mən qaçıram fast, sürətli. Bir də var, bax fast həm sifətli, həm də zərfli. Buna l-ı yaza bilməzsən. İndi bir də var yazmışsan ki, bura qatar, sürətli qatar. Düzdür? Sən artıq bax indi. İkisində də fast qoyuram. Fast. İndi buradakı bu fast zərfdir. Niyə görə? Nədən sonra gəlir? Feildən sonra. Sonra gəlir. İsimdən əvvəl gəldiyinə görə sifətdir. Düzdürmü? Və yaxud da beautiful sözü. Gözəl. Düzdürmü? Beautiful. Düzdür? Bu gözəl demək. Bu sifət gözəl. L Zərf yazırsan. olacaq. Əslində bu da gözəldir. İkisi də gözəldir. İndi əgər desən ki, beautiful singer. Nə idi bugünkü sözlərimiz? Danışmır. Singer. Bugünkü singer. Mən deyim. Danışma bu. Danışma. Ha bugünkü sözümüzdür. Bəli. Keçmişik. Səndən 5-10 dəqiqədə soruşmuşam. Demə. Cavab nədir? Bəbər çağırırsın. Mən deyim. Mən Danışma. Sən demə. Bax, görürsən, bax bugünkü sözümüzdür, hə? Sən bugünkü sözümüzə üstünə 10-15 dəqiqə keçdi, yadından çıxartın. Ayaz, müğənni. Bax, bugünkü sözümüzdür də qardaş. Bu sözü öyrənmək artıq sənin öz məsuliyyətindir. Getməlisən evdə asması, əzbərləməlisən, yanında saxlamalısan. Bu söz elə bir şeydir ki, bunu uşağın öz məsuliyyətidir. Oturub oxumalıdır, əzbərləməlidir bu sözləri. Mən nə qədər sözü səndən tə başlayım. Sözdür də, hə, sengə söz. Bax əzbərlədə. Bu qrammatikada deyir ki, oturub başlayım, bu belə olur, belə olur. Söz, sengədir, müğənnidir, oxumalısan, beynivə vurmalısan, yadında saxlamalısan, əbədiyyə. Sən amma 10-15 dəqiqəlik öyrənirsən bunu. Olmazaq belə? 10-15 dəqiqə öyrənmişəm. Hə, yarım saat öyrənmişsən. İndi beautiful sifətdir. Gözəl müğənni. Sifət işlənir ismin qabağında. Burada sengə müğənnidir. Müğənni Bu sifətdir. sifətdir. Amma bir də var deyim ki, sing. Bəs sing nədir bu söz? Oxumaq. Oxumaq. Özü feildir. Bu bundan sonra gələ bilər. Məsəl üçün o Onda zərf olacaq. oxuyur. Onda zərf olacaq. Beautiful yazdımsa bunu mütləq şəkildə axırına verməliyəm. Çünki bu nədir? Feildir. Feildən sonra gəlirsə nə işləmir? Mən zərfdən. Orada beautiful-da o axırında da l var. Onda l-yındakı l-ni də artıracaq da. Elə Ha, bu özünün l-sı. Olduğu kimi Adiyyəti qalacaq. yoxdur. Ha, bu özünün l-sıdır. Müəllim, Ayaz. happy var ya. Happy onda happy'nin y'sı i'yə çevrilir. L'yı artıranda. Happy'lik. Niyə art? Necə? Burada müəllim happy yazılıb. Zərf olanda Bəli, happy olur. Orada L-yə əlavə. Bəli, l-yə əlavə olunur. Sonra, de görüm mən... bütün sözlərdə elə olur. Yo. Ayaz,
Sifət nədir ümumiyyətlə? Bəli? Addır. Bəli. Necə düzəlir? Sifət dedi. Sifət deyirəm, zərf. Zərf nədir? Addır. Sifət nədir? Adjective. Keçən dərs keçilir də, adjective. Bax indi, l-yı nəyə artırılanda, nə əmələ gəlir, nəyə artırılanda, o kim yadda saxlayıb, istəf demişdim. Sifət. Tə artırılanda nə əmələ gəlir? Zərf əmrlə gəlir. Ay, sağ ol. Bəs, Şəkilli. düzdürmü? Bəs, l-yı həmişə sifətə artırılmır. Elə vaxt o ki, feylə də artırılır, sonra ismə də artırılır. Fe'l artıranda zərf sifətə artıranda İsmə artıranda sifət. Aha. Sonra, de görün mənə. Feyl artıranda istəsər. Sifət əmələ gəlir feylə artırılanda. O yadımda qalacaq. Feyldən sonra gəlir də, düzdür? Bəli. Good nədir? Yaxşı. Bəs yaxşı şəkildə nədir? Zərf forması. Vil. Veldir. Vel. Goodly. Goodlu sözü yoxdur. Bəs pis nədir? Bəd. Pis şəkildə nədir? Pis. Bəd. L-yı da bədli. Hansılar artırılmır? Hansı, məsələn, vil. Good idi. Hə, ona l-yı artırılmırdı. Başqa? Fas. Bəli. Harddır. İndi burada elə hard yazılır, düzdür. Amma hardın zərf forması var orada, amma artıq sən mənasını vermir. Elə ki, güclə, nota bərabər kimi tərcümə olunur. Eləmirəm. I hardly read English. Mən ingiliscə oxumuram, hə? İsmin qarşısına gəlib onu təyin edərsən. Təyin tamamlıq elə təyin edərsən. Yəni başa salarsan. Hansı cümlə deyirsən? Cümlə üzvü təyin deyir. Ay, yox, onu Onu müəyyənləşdirərsə deməkdir. Aha. Bir dənə yazı var, o filan. Ha. Necə deyərsən? Mən yavaş qasıram. Hə. I yavaş qaçıram. I am. Qaçıram. Qaçıram run da mən. Run. Müəllim Məhəmməd Yavaş qaçıram mən. I run. Quick da mən. Quick yavaşdır. Quickly. Quick yavaş, sürətlidir o. Sürətli də. Yavaş slowly. Ay, sağ ol. I run. I run slowly. Bir də necə deyə bilərsən ki, mən yavaş bir insan gördüm. Necə ki mənim bu sözü. Mən yavaş insan gördüm. Yavaş eləyəndə, yəni. Mən qoca Yaxşı, belə deyək də, yavaş maşın gördüm. Yavaş. maşın gördüm. Aha. I gördüm. Keçmişi. So. I saw. Yavaş maşın gördüm. Slowly. Niyə görə slow deyirsən ki? Yavaş maşın demədik. Karın əvvəlində işlənib, ismin qabağında işlənibsə, niyə görə zərfə saldın ki? I neydi? So. I saw the car. Mən sonra slow. Maşın yavaş. Bura bax. Mən so gördüm. Yavaş maşın nədir? Yavaş maşın mənim. Slowly. Niyə slow? Car slow. Car slow. Maraqlı kitab nədir? Interesting. Yavaş maşın nədir? Slow. Kardır. Nə uca görə danış. Car. Slow. Kar deyil maşın. Bəli. Yavaş nədir? Slow car. Eyni də verək də kar təkdə olduğunu. Slow car. Bəs biz nə şeyimiz? Bir dənə də var. Deyir ki, hansı rəngdədir? A red car. Hə. Bura. Bax bura. Slow'un burada. Nədir bu? Sifət zərf. Mən sifət. Niyə? Mən çünki ismin qabağında. İsmin qabağında gəlib. Slow'u niyə deyirsən ki? Müəllim I read car deyirdi. Onda qarşılıq. Səkinə. Cümlə versən tərcümə eləyərsən. Cümlə versən tərcümə eləyərsən. Mən sürətli gəzirəm. Mən parkda sürətli gəzirəm, belə Mən deyim. bildim. Aha. Gəzirəm. Walk. I walk. I walk. Parkda park. Niyə? Yer zərfi axırda Yer zərfi gəlmədi. sonuna gəlir. Sürətli. Gəzirəm parkda. Mən. Amma sürətli qaldı. Hələ əsas məsələ sürətlidir. Hə? Li. Park. Park daha asanı. In the park. Təzədəndir. I work quickly in the park. Mən necə deyim, çox pis oxuyuram. Mən kitabı çox pis oxuyuram.
I, bad, Niyə? Bax, ardıcıl nə iş görsənsə o deginən də. I book. oxuyur. I read. I read. Kitabı pis. The book. The book, bad. Li. Li. Çünki məndən isimdən sonra gəlsin zərf olur da li. Feildən sonra. Baxırıq bura. I, bura baxıram. Read, oxuyuram. The book. Kitabı. Badly. Badly. Bax bura, burada indi feildən gəlmədi. Düzdür, bunun arasında tamamlıq var. Tamamlığı verməliyik ki, bura. İndiyə kimi biz nətər deyirdik? Uzaqbaşı mübtəda və xəbər deyirdik. Deməli. Xəbərdən sonra zərfi deyirdik də, hə. Ortasında bəs tamamlıq var. Tamamlığı yeri haradır? Xəbərdən sonra deyil. Zərfin yeri tamamlıqdan sonra deyil. İndi biz nə qaraq? Demişik feildən sonra gəlir. Feildən sonra gəlir də onsuz da. Prosta biraz arasına söz girib də. Nə adəti var ki? Yəni də feildən sonra gəlir də. Hə, onda da zərf. Tamamlığı verginə yerində, ondan sonra zərf verərsən. Yəni hər iki halda yenə də Aynen. Bəlkə Feildən yazılır mənim isimdən sonra zərf gəlir. isimdən sonra Bəli. danışmırıq. Feildən sonra demişəm. İsimdən sonra hər şey gələ bilər, nə bilim. Baxır cümləyə də. Yaxşı. Mən necə deyirsən ki, mən pis kitab aldım. Aldım. Sevdim. Bəli, malades. Ben sevdim. Zəhrimar. I bought. Bax bu üç sözü gör. Müəllim üçüncü sözüm də deyil. Mən pis kitab aldım. I, pis. Niyə pis fikirləşsən? Hansı işi görsən? Aha. Bought. Ay sağ ol. I bought. I bought. Kitabı. The Pis kitab. Burada artıq pis kitab. Onda bad book. Bəli. Niyə ki ay bala? Niyə olur? İsimdən əvvəl gəlir. İsmin qabağında işlənirsə, sifətlə, sifətdə də lığı olmur da. Pis kitab demişəmsə, pisi deməlisən. Bəli deməsə sonra şey. Yaxşı, necə deyərsən? Mən yaxşı yazıram. I write. Yaxşı. Onda well olacaq. Ay, sağ ol. Çünki necə deyərsən, mən yaxşı dostumu gördüm, nə bilim belə bir söz. Mən yaxşı. Mən gözəm səhvələn gördüm. Mən yaxşı kitab aldım. Danışmırıq. I Mən good. niyə good? Yox, I well. Niyə well? Ay bala, nə iş görürsən? Nə iş görürsən? See. Saw keçmişi. I saw a friend will. Yox, well friend. Good. O da Niyə- olacaq orada. Müəllim mən demədim, mən good dedim, siz niyə? Müəllim ona görə demədi. Sən cümləni səhv qururdun. Kimdə səhv qururdun? Hə, yaxşı, onu mən bildim. I saw good friend. The friend təkdədir. Friendly. Friend təkdədir. Friends olacaq, mən dostlarım deyim. Yox, mən dost demişəm. Sən bunun hanı sayıla biləndir? Təkdir. Sənin bunun e-si. A friend. Friend. Təzədəndir. I saw good a friend. Bəs deməmişik ki, ismin qabağına sifət gələndə artikel nə edirdi? Qabağa keçirdi. Sifətdən A qabağa. good friend. A good friend. Necə deyəsən? O yaxşı qızdır. O yaxşı qızdır. Ay. O O nə dedim? O yaxşı she girl. Bax, yaxşı qaldı, xəbər qaldı. Sən şeydən sonra taraf cümürsən, yaxşıya. Bəs xəbər hanı? Şey. She yaxşı. Təpən haqqı elə ver. Pis oldu məndə. Bəli. Niyə ki good? She a good. Bax mənə, birinci gözəl demişəm, yaxşı deməmişəm. Mən İkinci şeydən sonra xəbər hanı, dırdır hanı? She is. She is beautiful. Girl. Bayaq ki, üstünə 10 dəqiqə, 10 saniyə keçmədi, yenə həmin səhv elədi. She is. Girl demişəm. Sayılır. Təkdir. A girl. a beautiful girl. Burada sayılır. Bildim də, hanı esi? A beautiful girl. Beautiful girl. She is a beautiful girl. O gözəl qızdır. Necə deyəsən? O gözəl şəkildə oxuyur. Gözəl şəkildə. Hə, I read. o. Ay deyil. O she. Mahnı oxuyur da deyək. O gözəl şəkildə mahnı oxuyur. It olsun. Niyə? Yox, mən bir şey dedim də. Ha, şeyini deyimsən, deməyinə. She read deyirsən, read. Mən deyirəm ki, mahnı oxumaqdakı oxumağı denən. Sing a song. Sing. Onda singi deməlisən, read yox. She sings. Aha.
Gözəl oxuyur. Sing Hə, danışma eybi yoxdur. Sing, sonra Beautiful danışma. oxuyur. 3 dənə söz var. O oxuyur gözəl. Onu dedin. She sing S. sings beautiful. Beautiful dedi. Düzdür. İndi bax, bu beautiful nədən sonra gəldi? Oxumaqdan sonra o lı olacaq. L olacaq da, zərf olacaq. Diqqətlə qulaq as. Burada mən bir adama deyirəmsə, o demək deyil, həmin adama aiddir. Bütün hər kəsə aiddir. Sevinç yaxşı müəllimdir. Sevinç yaxşı müəllimədir. Sevinç yaxşı müəllimədir. Sevinç is müəllimədir yaxşı. Niyə elə Yox, deyirsən? yaxşı müəllimədir. Good teacher. Söz bağlandı. Xəbəri demirik. İyici dedi də, dedi də iyici. Sevinç is a good teacher. O asanlıqla cavab verə bilir. O asanlıqla cavab verə bilir. He ask cavab vermək. Cavab vermək nə idi? Answer idi deyəsən. Hə. She answer. İndi bax, bilir demək qaldı axı, bilir, bacarır. She can bir də deyim məncələ. O asanlıqla cavab verə bilir. She can answer asanlıqla easily. Easily. O diqqətli sürücüdür. Diqqətli. Diqqətli. He is driver. Careful nədir ki? Yox, o yaxşı sürücüdür. Diqqətli sürücü. Diqqətli. He is careful. Diqqətli sürücüdür. Driver. 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 Yox. Driver. Driver düz deyirsən. Bəs driver careful-dan qabağa keçmirdi. Gərək hamıya bir-bir deyəm mən burada. Careful driver. Careful driver da bala. Keçir sifətin qabağına. Öndə bizə digər vaxt çatmayacaq. Məhəmməd. Ay, mənə sual verirsiniz. Mənə qulaq as. İşləmisiniz dediyim testləri. Yarısını işləmişəm. Məhəmməd, zərf nədir? Zərf, adverb. Necə düzəlir? Lı şəkilçisi ilə. Nəyə artırılır o l-yə? Sifət artırılır zərf. Bəli, malades. Bəs ismi artırılanda nə olur? İsmi artırılanda İsmən sifət açılır. Sifət olur. bəli. Məsəl üçün, nümunə göstərə bilərsən ki, ismi artırılsın, sifət əmələ gəlsin. Məsəl üçün, dost nədir? Friend. İsimdir. Bəli. Friendly nədir? Friendly. O zərf. Təpən haqqı elə. Sifət. Sifət. Bəli. Nə deməkdir Dost tərcümə? sifət. Mehriban. Mehriban mənim. Friendly, mehribandır. Hansı nitq hissəsidir? Mehriban, Sifət. Friend onda dostluq, friendly. mehriban. Mən dostum. Deməli, eməyə qulaq as. Sifətə, ismə, bir də feylə artırılanda l-yə əmələ gəlir nə? Hansı nitq hissəsi? İsmə Zərf. İsimə feylə artırılanda. Zərf. yox, sifət. Sifət əmələ gəlir. Ay bala, sifətə artırılanda Qarışıqdır bu. nədir ki, iki dənə şeydir də. Bir sifətə artırdıq l-yə nə əmələ gəldi? Zərf əmələ gəldi. Yerində bildik bunu. İsimdən feylə artırılanda nə əmələ gəlir? Sifət əmələ gəlir də. Məsəl üçün, love nədir? Love. Sevilir. Feildir. Sevimli. Lovely nədir? Lovely. Hansı nitq hissəsi oldu? Yox, sifət. Love sevməkdir. Feil. Nə olsun? Bax gör kökü nədir? Sevimli. Feil oldu. Feylə l-yə artırdıq nə əmələ gəlir Səkinə? Feylə. L-yə art. Artıranda müəllim zərf. Yəni də zərf deyil. Ay, mən lıyı müəllim zərf. Həmişə deyil də, həmişə deyil. Bu sifət, ismi artırılanda sifət olur, sifət artırılanda zərf olur. Başa düşdün? Yox. Onda bunu yaz. Bilməyəndə bunu yazır. Mən bildim. Mən bilirəm. Ay, Nə Allah, bilirsiniz? nə şey. Mən bilirəm Mən Allah'ı. bilirəm Allah'ım. Mən bilmirəm. İsim Yaz. sifət. İsim ismi. Sifət. Feil artıranda Sifət olur. Ən sadə deyil.
Əzaq yaz. Zərf Sifət feili artıranda, ismin və feili artıranda sifət Əmələ gəlir. Amma sifətin axırına l-yə artırılanda zərf əmələ gəlir. Məhəmməd, necə deyə bilərsən ki, mənim atam diqqətli sürür. Necə deyərsən? Mənim atam. Aha. Fazə. Diqqətli sürür. Diqqətli. Diqqətli nə mənim? Diqqətli. Deyirlər. Sürür diqqətli. Aha. Drives o neydi? Careful. 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 L-yə da. Çünki nədən sonra gəldi? Feildən sonra gəlmədi. Özündən sonra isim var. Həm də cümlənin sonunda işləmir. Ən azından da. Həm də dedik ki, diqqətli şəkildə də. Hə, də diqqətli şəkildə. İndi orada Bakıda olsaydı, Bakıda İnzə Baku. İn Baku deyəcəyik. Zeynəb ki, İn Baku. Niyə görə? Çünki zaman və yer zərfləri cümlənin ən axırında gəlir. Onlardan əvvəl gəlsə, Getsəydi. zərflər belə gəlir. Onda belə gəlir. Birinci hərəkət zərfləri, sonra yer, sonra zaman. Bu cümlə qurmaq öyrənəndə demişdik. İçildi demişəm. Məhəmməd, necə deyə bilərsən ki, mənim qardaşım pis danışa bilir? Mənim, my qardaşım Brazer pis danışa bilir. Badly. Zəhrimə xəbəri qaldı. Modal feilisi qaldı. Mənim qardaşım pis Danışa bilir. Speak. Danışa bilir. Can. Bilir. Can. My brother can sonra Can speak. sonra pis. Pis. Bad. Badly. Badly də. Speakdən sonra gəlmədi. Yaxşı da görün mənə. Ravan. Onların komandası pis oynadı. They play. Onların komandası. Onların they team. Birinci bir dedi. Onların. Zeyir. Zeyir. Tığı eğri. Bəli. Zemlər müəllim. Onlar ı. Abala, o bir istibətində keçmişdir. Onların komandası pis oynadı dedi. Zeyir Team. Zeyir team. Aha. Zeyir team Pis oynadı. pis oynadı. Play badly. Played badly. Badly. Yaxşı, onların komandası dünənləri stadionda pis oynadı. Bu necə deyərsən? Zeyir. Məhəmməd. Aha. Zeyir. Zeyir team. Onların komandası dünən Stadionda pis oynadı. stadionda pis oynadı. Onların Zeyir team playing badly. In In the stadium. Dünən yesterday. Soda. Çünki orada baxmayın. Demiş ki, zaman zərfidir, yer zərfidir, cümlənin axırında Orada gəlir. mənim badly olacaq. Bəzli də müəllim, bəzli həmişə cümlənin sonunda gələ bilməz ki, cümlənin ortasında. Zaman zərfi zad varsa, onlardan əvvəl gəlməlidir də. Necə deyərsən ki, mənim əmim oğlu sürətli oxucudur. Mənim əmim oğlu sürətli oxucu. Sürətli oxuyandır da, sürətli oxucu. Oxucu nədir? Reader. Readin axırında eranında reader. Mənim my cousin sürətli quick Xəbər qaldı. yox, oxucudur. Dur. Oxucudur. Dur. Read. Yox, da. Ay, izdir də, əmizar dırdır deyil. My cousin is a rider. O riderdir, birinci readerdir. Sürətli oxucudur, de görüm. Sürətli oxucudur. Quick. Yox, rider. Rider nədir ki? Mən deyirəm reader. Reader quickly. Reader niyə görə əvvəl gətir? Reader isim deyil, oxucu. Oxucu var. Niyə əvvəldən gətirsən ki?
Sürətli oxucu deyə bilmirsən? Quickly reader. Quickly reader. Quickly nədir ki? Quick reader. Benim quickly deyəcəm, mənim sürekli. Zəfdir o. Mən sifətdən danışıram. Quick. Quick reader. Quick də, quick reader. Slow yavaş. Sürətli oxucu. Sifət oxucu da nədir? İsimdir də. Sifəti onun qabağında verir. Nətər olacaq cümlə? My cousin is quick reader. Reader sayılır. Reader xeyr. Oxucu. Quick reader. De görün mənə. Mənim dostum yavaş üzür. My friend yavaş üzür. Üzür. Nasıl olur? Swim. Ne diyeceğim? Mənim dostum yavaş üzür. My friend swim slow. Swim s deməlisən də. My friend təkdədir. Slow. Slow. Slowly. Üzür feil daxil. Bəs necə deyirsən? Mənim dostum yavaş üzgüçüdür də. Yəni yavaş-yavaş üzəndir, üzgüçü. My friend üzgüçüdür. Swim. İz qaldı, əmzəlanı. My friend is swimmerdə üzgüçüdür. Slow swimmer. Swimmer təkdir. Swimmer. Bəli. Slow swimmerdə. Bizim özümüz çağırır. Əzza. Asan söz. Bəli. Necə deyərsən? Necə deyək sənin Ana üçün? çətin cümlələr öyrəndik də bizim. Biz həmişə bizə soruşuruz. Danışmırıq. Danışmırıq. Mən asanlıqla öyrənirəm. Ay. Aha. Mən asanlıqla öyrənirəm. Sanlıq nə? Ay. Mən bildim. Ay. İndi burada asanlıqla var, bir də öyrənirəm var. Düzdür? Demiş ki, mübtədən sonra nə qədər xəbər gəlir. Xəbər nədir burada? Cümlənin Azərbaycan dilində hələ deyə görün mənə. Mən asanlıqla öyrənirəm cümləsində. Cümlənin xəbəri nədir? Xəbər öyrənir. Ay sağ ol. Deməli mübtədanı dedin, sonra xəbər gəlməlidir ingilislərdə. Xəbər nədir? Learn. Aha. I learn Ay is. sağ ol. Is yox. Asanlıqla nədir? Asanlıqla. Asan sözün mənasını bilirsən? I learn easily. Easy deməkdir. Easy burada sifətdir. Amma biz learn feildən sonra demişik ki, nə gəlməlidir? Zərf gəlməlidir. Onun axırına necə deyirsən, bu asan çalışmadır. Bu asan çalışmadır. Bu asan çalışmadır. It is It is çalışma. Exercise. Exercise düzdür. Amma asan qaldı axı. Bu asan çalışma, bu da qaldı. Bu dedi. It is. It is easy. Exercise. Exercise təkdir. Sayılır. Exercise. Sayılır. Sayılır. Aysan. Mənə qulaq as. Nədir ki? E-dən sonra i gəlir. Xeyr. Ən. Saytla. Əni. An easy exercise. Yaxşı, necə deyərsən ki, Peki ən bilməliyim. sayıbdan təkcə ha. Necə deyərsən ki, bu kitab yox, nə görüm. Mən maraqlı kitab aldım. Aha, aldım. Almağı bilirsən. Ay demək. Buy indiki zaman. Bought. I bought. Yerdə qaldı, yerdə maraqlı qaldı axı. Maraqlı Interesting düzdür. Bought an interesting book. Danışma, deyək ki, mənim qardaşım maraqla qulaq asırdı. Mənim qardaşım. My brother. Aha. Maraqla qulaq asırdı. Bu cümləmizdə mənim qardaşım maraqla qulaq asırdı cümləsində xəbər nədir? Qulaq asırdı. Kimdən soruşuram mən? Qulaq asmaq. Qulaq asmağı bilirsən? Qulaq asmaq tərcüməsi. Nədir Məhəmməd? Qulaq asmaydı. Bəli, malades, Ayaz. Necə? Listen, Zəhrimar.
Listen. Dinləmə qulaq asın. Dinləmə deyil. My brother listened. My brother listened. İndi maraqla qulaq asırdı. İndi burada listen xəbər olduğuna görə özünün xəbərdən sonra sifət gəlir yoxsa şey gəlir? Necə müəllim? Xəbərdən sonra Sifət gəlir yoxsa zərf gəlir? Müəllim sifət. Xəbərdən sonra. Yox, zərf. Sifətin yeri haraydı? Zərf. İsmin qabağı. Zərfin yeri haraydı? Feildən sonra. Tapşırıq vermişdim, yazılıb. Bəli, yazmışım. Eləsin də başa düşmürəm. Mən qayda, amma hamısı yazmışam. Heç yazmamışam. Aslında mən başa düşmürəm. Kusura baxma. Açığı Mən başlayalım. heç deməmişdim. Mən birdən 5-ə sən dinləmə idi, mən bilmirəm. Açıqları başa düşmürəm. Dərs keçəcəm. Mən Ay, mən də dərsim, mən buradayım. Aha, sınıf. bilmirəm. De 6-cıdan başlayırsan. Aha. Fiydi. Ay sağ ol. Fiy olduğuna görə burada təşlədi, burada işlər daz. Dazda istifadə edir ki. Burada cəmdədir. Ay sağ ol. A'da isə o da yenə də cəmdədir. Bəli. 7. 334-də nömrə 6. Ay 4-cü şeydə Choose a correct one. 6. Bütün çoxdur da. Mən mən oxuyaram da. baxarıq. Mən 5-5 oxuyuram. Dayandı bir dəqiqə. Sonra növbətinə Yusif. Mənim burada yesterday, burada yesterday Aha. did işlənir burada. Aha, malades. 8. 8 burada sadə cümləsi. Sadə cümlə noun. İsim. Sadə isim istədiyinə görə C olur. Və adab yaxşı, onda deyə görüm mən. Adab problem nədir ki, sən adı Burada götür. qrad fazaya görə. Neçədən sözdür? Mürəkkəbdir. Bəli. B-də Burada isə diriyevə görə. Driver. Driver. Nə deməkdir? Sadə düzəltmə mürəkkəb. Mənim düzəltmə. Düzəltmədir. Hansı şəkilçi var orada? Diri və E. Er var, malades. Sən kim kömək eləyib? Heç. Kimsə kömək eləyib də mənə. Heç. Dəqiq. Malades. Malades. Ayaz davam elə 8-lə, 9-la. Oradan sürətli keçib gəlir yavaş-yavaş. Danışma, sakit. Aha. 9-da nə olacaq? Sənin nə istəyir şərtdə? Mən xüsusi isimlər. Proper, bəli. O xüsusi isimlər deməkdir. Aha, hansını götürərsən? İşləmirsən, Ayaz? Hanı? Maşallah, məni belə. Mənimə görür. Ver mənə buyurun. Hanı sən kitabın? Hə bu Hə, ver bura. 25 seçim mənim təsəvvür. Eyb yox, danışma. Nə yazmısan 4-ə? 9-a nə yazmısan? Listening qulaq asmadan necə yazmısan bunları? Ay Ayaz. Atmayım mən. Mən bu da mən deyirəm. Danışma. Yəni sən hansı götürmüsən 9-a? Mənim A variant. Düz, çünki hamısı böyük Hə hərflərlə mənim bu yazılır. yan vardı. Yusif Diyan. Yusuf deyəndə də yaxşı Gəl bilirsən. şeylədi, danışdı da sən cavab verəndə. Onu Onda Hadi deyəndə bildikdə savalı. Aysa maldır, cəmdədir. Nə, hə? Book cəmdədir, maldır. mən burada B-dəki söz var. Bəli, zosdur. O özünə söz cəm isim gətirir. Düzdür? Əs yaxşı. Burada interest. İkinci səhvdə interesting nə adiyyatı var ki? Burada qabağında orada ar var, interest. Yaqub, imkan verəcəksə, ar var, düzdür? Orada Z. Bəli, cəm olduğuna görə 11-i 11-də 11-də mən burada has var. ay sağ ol. Orada ona görə He, sheetdən biri olacaq. Ona görə C variantı getdi. ar olduğuna görə İkinci səhvdə bəli, malades, ar olduğuna görə cəm götürürsən. 12 Yaqub. 12. Z yüzlü. Gözlük çəkmiyor nə kitabdan? Mən burada C variantı. C variantı. Sən ben niyə görəcəm C götürsün ki? Çünki bəli Z var. Bəli, malades. 13-də. Mənim 11-də B var. 13-də Z, A, Probes. Mən burada 13-də digər. A variantı var. Birinci səhv. May niyə B niyə götürmədin yaxşı? Mən beni götürüm sonra sildim ailəni. Sən niyə görə B-ni sildin ki? Niyə görə onu götürdün ki? Mənim çünki adama isim gətirən formadı, may isim. B variantı səhv day bula. Çıxarmışam mən B var. Mən də soruşuram niyə çıxarmısan da? Mən dedim səhvdir. Niyə səhvdir da? Sən nə fikirləşib dedin? Mən deyim. İlahi qüvvələr gəldi dedi ki, yoxsa. Hə, Mən Flowers-ə baxıram. Flowers. adiyyəti yoxdur. İsim gətirən formadı. isim gətirəm. Bax bundan sonra bu sözdən sonra görsən bunu? Bəli. İsim Gözəl gəlir. isim gəlmir. Adım Aydı isim gəlir. Maydan sonra Sonra isim gəlir. isim gəlir. Aydın nə dedim? Müstəqil form. Yox, aslı form. Bəli. Yox, müstəqildir. Bu müstəqildir, bu aslıdır. Müstəqil aslı. Hə, keçsə ikinci tərəf qaldı. Hə. Zer, not.
Mən burada yoğur soracağım. Niyə görə C-dəki yoğuru götürməmisən? Hansı mən? C-dəki yoğur var. Mən çünki cəm deyil axı. Dəpən haqqı. Yox, mənim isim gəlmir, ancaq yoxsa gəlir. Əgər o təkrara. Bəli, mən. 14. Hə. Bu sözü görürsən, axırda su olanlardan sonra İsim cədənin isim maddəni görürsən. gəlmir. Amma bu olmasa, onda isim gəlir. A variantı da. Ha. 14. Burada olacaq müəllim. Hos, yüz, cins, ar, zeyri. Bəli, burada olacaq Zeyri o. Danışmırıq. Danışmırıq. zeyr. Nə olacaq burada? Burada olacaq c var. Niyə görə C variantı? Dəpən haqqı ilə. Ay, İndi bir dəqiqə başı saldım oraya. İsimsiz formatda. Bir dəqiqə başı saldım. Ha. Bura bax. Bəli, Bundan sonra isim gəlir. bəli. Bundan sonra gəlir. Xeyr. İndi o bax ora. Bu cümlənin başında ən birinci gəlməlidir. Adiyyəti yoxdur. Yox, niyə ki? May Ola bilər. Müəllim amma orada mənim isim gəlmir. Bax. isim gəlib ötlərdən sonra. Xeyr, müəllim. Gəlməyibsə may niyə götür? May götürəcəm. Bəli, may götürəcək. May yox. May. Dedimsə ki, enter təkrara. Bəli. Bundan sonra da mənim qrupumda gəl otur inan. Qrupundasın. İngilis dilində. Ha. Davam edə. Siz dediniz Yerində qrammatikası da oxumuşsunuz. Qrammatika müəllim sözüsü. Hələ biz. 14, 15. Davam edə. Mən duyuram. Ha, bax nöqtələrdən sonra gələn sözə bax. Təkcə. O tək. Tək. Mən göstərəcəm. Zoğacam bildirənə görə zoğacam. Ha, bəli. Cəmdir, düzdür? Cəm bildir. Danışma da. Yusif. Yusuf, Allah kömək olsun. Cəmdir, düzdür? Ayağı aşağı. Mənim onda İndi bax, orada yadındadır, əvvələ keçmişdik ki, zis, zət, zis, zos. mənim onda C variantı çıxır. Çünki ondan sonra necə isim gəlirdi? Ondan sonra tək. Bəli, ona görə qaldı. İndi keçdik digər tərəfə. Yes. Hansı variant çıxdı? B variantı C çıxdı. variantı. B niyə bala? B çıxdı. Müəllim, orada R var, burada şidir. Hə, şeyə görə deyirsən. Birinci C-ni çıxdıq, yerdə qaldı A-la B. İkincidə B-ni çıxırıq. Sonra 16. Deyəsən. Mistakes. Yəni, nöqtələrdən sonra nə gəlib? Mistake. Tək cəm. Cəm. Cəmdir. Yadındadır, kəmiyyət bildirən sözlərdə hansılardan sonra tək gəlir, hansılardan sonra cəm gəlir. Yadındadır. Birdən ikidən təkrar gəlirdi. 1 ilə 2-dən tək gəlirdi, 3 ilə 4 cəm gəlirdi. Mən deyim. Mənim A, F burada cəm gətirir. Meni də cəm gətirir. Ancaq Elliot'u tək gətirir. Massası tək gətirir. Və sarı bilməyən tək gətirirdi. Yadından çıxdı kəmiyyət bildirən sözlər Səkinə. Mən də gəlmirəm. Hə? Elotov hər ikisi gətirirdi. Keçmişik də bunu. Elotdan da sonra isim gəlməz. Elotdan sonra isim gəlmirdi, zərfi əvəz edirdi. O çox danışır. She speaks a lot. Söhbət bağlandı. İndi mənə qulaq as. Bu nədir deyəcək gedim. Hə. Demək burada cavab nə olar səncə de görüm? 1-3 bəli. Çünki a few-dur, many-dir. Bunlar özünə sonra cəm isim gətirir. Little-dır, a little-dır, much-dır. Bunlar özünə sonra tək isim gətirir. Elotov isə hər ikisini gətirir. Meni, mən bir də Elliot'u gətirir. Cəmsi. Hər ikisi də elə. Mən F-yu tək gətirirdi. Həmişə tək. Hə, hər ikisi. İkidə C variantıdır da. Baxa 17-yə. Çünki Bəli, çünki Salə tək isimdir. 18. müəllim orada müəllim onda A variantıdır. Bəli. Nəyə görə A-nı götürdün? Çünki müəllim orada time vaxt sayılmayan ona görə Sayılmayan. Sayılmırsan. Time Vaxt bəli. sayılıraq dəqiqə. Dəfə kimi sayılır. Dəfə kimi sayılır. Cavab nədir 18-də? 18 A variantı. A variantı. Bəli. Çünki match özünə sayıla bilməz. Amma olsaydı times cəmdə olsaydı, burada B variantı da olardı, C variantı da olardı. Bəli. 19. Yox. Davam edir. We saw beautiful animals in the forest. Burada mənim beautiful təkdə olduğuna görə. Yox, ondan o təksə də baxmalıyıq. Animals. Bəli, gözəl heyvanlardan gedir. O sifətə baxım niyə görə şeydir. Həm də 2 dənə söz olarsa, məsəl üçün baxın bura, hey. Baxın bura. Məsəl üçün, burada deyək ki, birinci seçkinə, sən buna baxmırsan. Söhbət nədən gedir burada? Burada şov. Mebel mağazası. Mebel mağazasından gedir də, düzdür? Mebel mağazası ücey. Bu olmasaydı, bu olsaydı maşı götürəcəkdik, little götürəcəkdik, düzdür? Ama orada Amma artıq burada söhbət söz birləşməsidir. Söz birləşməsində ikinci tərəfə baxırıq. Many in a few.
Many, few, bəli, a lot of götürəcəydik. Sonra, Burada da olacaq onda a lot of. sonra. Burada there are restaurants in our street. Burada restoran sistemində olduğuna görə B variantı. Sonra. I see people on the bank of the river. Burada Danışmayın, dəqiq. 21 nə yazmısınız? Yaqub. C var. Tapan haqqı elə C. People burada cəmdəmə insanlardır. Ona A variantı. A variantı. Hayda. Hamısı düz. Bilirsən. 22. Is there fruit? Ben burada C variantıdır müəllim. Bunun sırası. Sıram idi 21. Yaxşıdır. Sən özü əvvəlcədən hazırlamısan ona. Ha? Devam danışma. Yox, İndi izahatını verəcəksən. Elə. Hansı variantı seçmisənsə, onun izahatını verəcəksən də. heç sənə seçməmişəm baxay. Yazmamısan. Üstəndən artıq yazmışam, artıq oxudu, ona görə deyirəm. Sən o canfəşanlıq elədin sanki mən oxuyum. Deməli, onları sən əvvəlcədən hazırlamışdın ha. Yo, Allaha yazır. Onsuz hazırlasan, mən cavab izahatını verəcəksən ki, bunu niyə seçdin, o harda nə gördün. Dedi də. Eşitdi də. 22'ni müəllim. 25-ə qədər sən oxuyursan. 22 nə də? Nesə oxuyur? Mən 22. Mən mətn oxuyacağam. Sözlə korrekt variant. Çünki mətn mənim sıramdır. Nə oxuyuram? Danışmırıq. Mas olur. Danışma. Cavabı nə yazmısan? Elə tut. Eltof yazmısan. Yo müəllim masdır. Maç olacaq müəllim. Yaxşı. Niyə maç olur Firavan? Çünki mənim fruit təşkildə. Həm də mənim elotdan sonra isim Fruit gəlir. sayılmır həm də. Sağla bilməyən, amma Elə sağla. fruit sayılır həm də. Burada düzdür. Elot of olsaydı hansını götürəcək idik? Elə tof. Cəhət təkdən də cəmdə ikisi də olur. C. Cavab Onda elotov yox, elotov götürəcəkdik də onda. Nətər mən başa düşmürəm, nə dediniz? B variantı Elotofdur elə bu üçün. Cavab nə olacaq? Meni. Maç. Mas nə? Niyə? Mənim Mən elə maç mənim təşkildə. Sayranda da olur. Buradan cədəkən cəmdən də təkdən. Həm bu da cəm işləmədi. Ay müəllim, maç olacaq. Elotov çünki sual cümlələrində işlənmir. Təkcə sualda həm də İnşallah işte. demişik ki, Elotov ancaq və ancaq təsdiqdə işlənirdi. Mən yağmur belədi. Davam elə. Gördün yadıma 23 sözlə korrekt variant. Çizgi korrekt. 23-dədir sən hara baxırsan? Burada olacaq. Yazmışam. Benim hamısı. Yazmağının nə? İzahat lazımdır. Deyir. Cavabı nə yazmısan deyə burada? B variantı. Səbəb nədir ki? Çünki təkdədir. Nədir təkdə olan? Chocolate. 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 Ay, chocolate. Şokolad deməkdir. Firavan çəkib ona düşsün də. Təkdə olduğuna görə B-ni götür. A var meni. Özünə sonra tək isim gətir cəmsin. Cəmsin. Zəhrimə deyən da. Bəs few tək gətirir, cəm gətirir. Bəs a few. Tək. O da cəm. Cəmi. Ayda, fiye cəm. Little editor tək idi. Mənim nətər FU qabağında E var, nətər cəm O gəlir. few-ya aiddir. Few-ya aiddir. Demişəm ona. 24. Burada mənim maç olacaq. Niyə? VT təkdə. VT-dir, vote-dir. O testo. Ha, 25. Burada olacaq müəllim. Ay səhv yazmışam ya. If you. Sən ol sağsın. Ver müəllim. Düzdür. Ben düz de yapıyorum. Ay Yurdalar cəmdədir. Az da bak. Mətdə güvənəm ki, heç bir səhv çıxmayacaq. Mən yaxşı oxuyuram. Növbə ilə. Yarı-yarı. Bu nədir burada bəs? Mən oxuyum da müəllim. Mən oxuyum da. Ben oxumayım. Mən oxuyacağım. Oxuyuram müəllim. Oxuyarsan. Yox, sən oxu. Var. İndi diqqətlə qulaq as, əziz ağa, mətni suallarını tapmaq. Var, nə var? Sıra. Məsələ sıra. 3 ölçerek göre daha iyi. 3 ölçerek bir Böyük Britanya'da. İngiltere, Şotlandiya ve Wales adetmeli. Wales. Gareth Bale. Gareth Bale. Ay, Williams deyirəm. Wales, bəli. Hara deməli var. Bu ələtdə o tərəfi yoxdur. İngiltere, Şotlandiya ve Wales. Aha. The capital of Great Britain is London. Heç nədir. Böyük Britanya'da London'dur. Diyan da. Yağmur, diyan da. Oxumayacaq edirsən, niyə imkan vermirsən bəs? Bu. Davam elə. The mountains is In Great Britain. are not very hard. Hay.
Aha. Mountain. The highest highest ones are is Scotland. In Scotland. Scotland. Şotland dedim. Da Şotlandiya da orası. Scotland. Scotland. Dağlar Hansı dağlar? Dağlar. Böyük Britaniya. Dakı. Böyük Britaniyadakı dağlar Are not very high nədir? High. Balaz. Böyük. böyük değil. Aha. Çok böyük değil. Aha. High hesten ben Hicaz Bakıyorsan- en büyük. En büyük. en büyük, en büyük. En büyük Olanlar. olanlar en büyük olanlar Şotlandiyadadır. Aha. Olanlarından da biri Devam elə. İnsame Sri Zere. olsun zeri. Insame zere is no snow on the mountains is Great Britain. İz nədir? Ona inə izləyirsən sən. Devam elə. Yayda var Zeris no. kar No. Yok. Değil. Evet. kar yoktur. Aha, qar olmur. Yayda kar olmur, dağlarda Böyük Britaniyanın dağlarında. Da qar Ben sana olmur. bakayım. Yaxşı. Bu da there are Oku. many rivers is Great Britannia. Var Aha. böyük dağlar Böyük Britaniyada. Bəli. Dağlar Daha Rivers. Rivers. Rivers, çaylar. Çoxlu çaylar Great Britaniyada Tu ne tu? həmçinin. 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 Onlar verir. Yoxdur. Ze are deyil. Onlar deyil. Very long. Danışma. O işte. Long asat ya. Long. Long. Very long. text nədir ki, text? Bəli, malades. Bilirsən ha. Nədir? Söz bacarı uzun da Yusuf. Keçmiş antonim şeylər. Əzizin neyəsin? Firavan, sən oxudun, sən işin qurtardı. Mənim Bura bax. Baxıram da mən. Təsvir The etmək. river Thames is one of the One of. and beautiful rivers in England. Aha. River. Çay. 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 Nə çayı? Thames. Thames. Temza. Thames çayı. Ha, is one. Biridir. Biridir. Nəyin biridir? Of the longest. Longest ən böyük. Değil mi? Ən uzun. Ən uzun. Ən uzun və ən Beautiful, gözəl. Ən gözəl çaylar Çaylar. İngiltərə. Dən biridir. Biridir. Çaylardan Englandda. Aha. England is not a cold country. İngiltərə yoxdur. Deyil, deyil. Soyuq deyil. İngiliscə abzas nədir? Country. 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 Ölkə. Ölkədə. Ölkə soyuq ölkə deyil. In the south, Ben people actually do not Paragraf. see snow. Paragraf. Abzas paragraf. Soğuk. Soğutma. Şimal canım. Cənub, şimal. Yo, bu cənubdur. Aha. İnsanlar unjili adətən getmir deyil. Si. Görmürlər. İnsanlar görmürlər nə? Qarı. Aha. Cənubda görmürlər adətən. In winter sea is snow only in the north and northwest. Nöqtə. Danışma. In winter. Winter. Danışma. Deme de. Winter bilmirsən, o fikirləşsən. 2 saat cavab versən ki, bəs. Qışda Qışda var. nə? Snow. Danışma. Qarlar. Qar. Qar. Qışda qar olur. Only in north. North. Only. Yalnız Yalnız harda? North və Şimalda və şimalda və şimal şimal qərbdə. In spring and summer in often rise. Spring böyük. Bu keçən dəfə 3 dənə tərcüməsi bunu sizə yazılmışdı. Bu sözün 3 dənə tərcüməsini yazılmışdı. Bax. Danışma. Mən deməm. Bunlar. 3 dənə tərcüməsini yazılmışdı Yusuf. Yaz və summer balaca. Payızda, Hayır. yazda və samə. Summer Samə. Yayda often
Tez. Tez rise. Rain. Yağış. Yağışlar. İndi burada hamı müstəqil. Mənim Bilən bu yazmışsan. mən A variantı yazmışam. Mənim Tamamdır. niyə cür oxuyuram müəllim? Mən 26. Mətn niyə görə cavablarını dəyişir? Yazmısan? Yazmamışam, eləyim də. Elədir. Niyə üstümə niyə qışqırsan ki? Mən tək görmüsən. Sən o birisi şeyə saxlayıram, testlərə. Yox, Məhəmməd gedəcək. Bold. Mənim burada müəllim A variantı götürmüşəm. Bəli. Mətni haqqındadır. Biraz belə qaraladım ki. Böyük Britaniya. Səndən nə istəyirdi? Burada deyir ki, müəllim Z plus in Z mark bold. Burada deyir ki, böyük Şərtdə səndən nə istəyir? şərtdə deyir ki, Mətn nə haqqındadır? Danışmada yerdən. mətn haqqında deyirdi. Mətn nə haqqındadır? O da soruşur, o da deyir ki, Böyük Britaniya. Çünki Böyük Britaniya danışdı da. Bəli. Bakın 27. 27 Koz Z cross variantı. Deyir ki, düzgün variantı seçin. Siz. Aha. Burada da olacaq C variantı. Burada olacaq C Tamam, variantı. sorry. In spring C variantı. Deməli, it of summer. Snows C variantı götürmüş. C-də nə deyirdi sənə? C'də deyirdi ki, In spring. Nə idi spring bir ad deyildi? Qış. Danışma. Yazda yazda və samə. Qışda. yazda, qışda. Yayda. Ay Allah, yaz. Mən qış dedi. Mən qış dedi. Qışda, yazda və yayda. Yazda yayda. Often snow. Snow, Testi. kar yağır. Asla. Kar yağır. Yağmur da orada. D variantı. Tamam C variantı. C variantı. Tamam D variantı. C variantı səhvdir. D variantı, mən D variantı. D-də deyir ki, highest mountains. Nə deməkdir highest? Mən deyim. Highest dağ. Ən böyük Ən böyük mountains. Dağlar harda idi? In Scotland. Şotlandiyada idi. Okay, 28. 28 Z Urs. The underlying word Mountains. once refers to nə istinad edir? Once. Once-ın altına xətt çəkilibsə, həmin o once-ın hansı sözə aid olduğunu səndən istəyirdi. Düzdür? Orada da baxırsan həmin cümlə once olan cümləyə. Once olan cümlədə nə yazır? Yazır ki, mountains, dağlar, hansı dağlar? In Great Britain. Britaniya. Ya da Böyük olan Britaniya. dağlar Çox böyük deyil. böyük deyil. Düzdür? Tərcümə belədir. Ondan sonra yazır ki, highest one, böyük olanlar. Yəni nəyin böyüyü olanlar? Dağların böyük. Dağların böyüyü olanlar are in Scotland, Şotlandiyadadır. Düzdür? Onda orada da sən once-ın altına xətt çəkibsə, səndən deməli nə istəyir? Mountains, yəni dağları Dağları. Bu istəyir. variantı. Bəli, 29. Mən Hamısı oxuyum. düz yazın. Hə. 29 Kos Tobe Amse for Mütəzmin. the next Z. 29'u ne yazmışsın? River. Deməli orada deyir ki, two adjective. Two adjective iki dənə Burada sifətdir. olacaq Riverin long, yanında hansı sözlər işte? long, Mən yazmışam. beautiful, Aha. long bir tot cavab. O yazmısan. Baxaq. Ben de Ondan ötürü baxmaq lazımdır Rivenin Yanındakı. qabağındakı sözlər. Bəli, long və beautiful. Düzdür, C-də. Siz nə yazmışsınız ki? Mən C variantı. Çay soğuk idi. Altı təzə söndürmüşəm. Soğuk olanımız axı. C var. Soğukdur. Ayda altı yandır da. 30 lira. Which word in the text has the most Meaning. Bax məsələn, deyir ki, həmin bu söz mənası nədir? Smalldur. Bax, nədir small? small, qar. Small. Balaca, hə? Balacadır. White. Böyük. White. Ağ. Ağ. Piece of ice. Soğuk. Buzun ağ hissəsi. Zət hansı ki fall Sove. Göyden düşen. Göydən düşən. düşür səmadan. It is cold. Soyuqdur. Nədir bu? Snow. Snow, qardır. Okay. Əza. Altını oxu. Yox, Mənim deyil deməli. dörddən, Olmasa deyil. 4-dən 5-i verməmişəm. 4-dən 5-i. Hə. 4'te 5'e. Necə? Ben 4'üm. Allaha and içsin. 2 dənə verdim. Deməli, oturmaq qalmaq istəməyənlər əzzağa. Firavan. Yaqub oxumaq istəmir. Oxumaq istəyir. Ay, yaxşı. Qalır. Gedənlər getsin. Gedənlər getmək istəyənlər getsin. Gelsiz gedin.
Dədən görəcək onu. Baxmır. Mən zəng edib danışaram.